Digər səhvlərimizdən biri də dil məsələsidir. Yəni dil məsələsi deyərkən nəyi nəzərdə tuturam? Dil məsələsi bizim üçün vacibdir, inkişaf elətdirilməlidir. Amma bu o demək deyil ki, talış dilini çox üzr istəyirəm. Talış dilini bilmiriksə, biz heç nə edə bilmərik. Yəni talışca elə bilmiriksə, biz heç nə edə bilmərik. Baxın, İrlandlar dünyada ən böyük lobbilərdən biridir. Amerikada çoxdular, Avropada çoxdular. Həmçinin dövlətləri var, 2 dövlətləri var. Bunlardan biri Təmiz İrland dövlətidir, digəri Britaniyanın nəzarəti altındadır, o heç. Amma farqlarıdır bunlar və öz dövlətlərində belə onların dili yoxdur. Yəni məhv olmaq üzrədir. İngiliscə danışırlar, özlərinin ləhcəsi var, özlərinin aksenti var. Amerikada Amerikan ingiliscəsi ilə danışırlar. Amma milli kimlikləri var. Yəhudilər digər nümunə yəhudilərdir. Yəni uzun illər yəhudilərin rəsmi dili olmayıb. Yəhudilərin dilləri itib batıb, müxtəlif dillərdə danışıblar, amma milli kimlikləri var. Düzdür, bunu dini kimliklə qoruyublar, amma var. İrlandlarda heç dini kimlik məsələsi olmayıb, milli kimlik məsələsi olub. Onlar da bunu qoruyub. Və digər nümunələr də var. Mən başqa nümunələr də sadalaya bilərəm. Yəni bu nə deməkdir? Dilini unutmaq, dilini bilməmək milli kimliyin itməsi məsələsi deyil. Milli kimlik şuurla bağlı məsələdir. Bu əfsanələr yaradılır. Sən hansı dildə danışırsansa, o dildə sən boş-boş söhbətlərdir. Bu Azərbaycanda bu propaganda qruplarının yaratdığı axmaq söhbətlərdir. Belə şeylərə inanmayın.